Bu qoşması həftənin günlərində istifadə etsək, necə tərcümə etməliyik? Deməli, по понедельникам, bəlkə də sizin üçün bir də yenilik olacaq. Po понедельникам sözün tərcüməsi hər birinci gün. Po вторникам hər ikinci gün. Po средам hər üçüncü gün. Po четвергам hər dördüncü gün. Po пятницам hər beşinci gün. Po субботам hər altıncı gün. Po воскресеньям hər bazar günü. Deməli, po qoşması каждый sözünü əvəz edir. Əziz məni izləyən şagirdim, izləyicim. Əgər sən də müəllimsiz, kurssuz, sərbəst məşğul olaraq rus dilində danışmaq istəyirsənsə, onda aşağıda qeyd elədiyim məlumatı diqqətlə oxu.